Salam dəyərli yoldaşlar, xoş gördük hər birinizi. Bugün sizlərlə Güvənin test bankının xitab sözlərinin izahına baxacağam. Gəlin vaxt itirməmiş başlayaq. Aha. Xitab ara sözlər. Ara söz haqqında deyilənlərdən biri səhvdir. Cümlə üzərindən vergül ayrılır, doğrudur. Ara sözlər cümlə üzərlə tabe-sis əlaqəsində olur. Ara söz ümumiyyətlə cümlə üzərindən əlaqədə olmur. Ona görə səhv B variantıdır. Söz birləşməsi şəklində ola bilər, doğrudur. Ara sözlər cümlə üzərlə heç bir əlaqədə olmur, doğrudur. Söz şəklində olan ara sözlər modal sözlərlə ifadə olunur, doğrudur. Nəzərə alın ki, ara sözlər 3 formada, həm söz birləşməsi, həm cümlə formasında olur. Ara söz nə bildirir? Lakin məni əfv et, böyük hökmdar. Dünya kef üstündə tutmamış qərar. Nəşəli keçsə də hər bir əyləncə, ayıq baş hər şeydən ucadır məncə. Məncə bilirsiniz ki, fikrin mənbəyini bildirir, ona görə bura cavab A variantı olmuş olacaq. Xitab haqqında deyilənlərdən biri səhvdir. Ey, ay və a kimi nidalarla işlənir, doğrudur. Həm sözlərlə, həm söz birləşməsi ifadə olunur, doğrudur. Müraciət olan şəxs bildirir, doğrudur. Cümlədə xəbərlə uzlaşır, səhvdir. Xitab ara söz heç bir cümlə üzrə əlaqədə olmur. Cümlənin əvvəlində, ortasında, sonunda işlənir, doğrudur. Xitab haqqında deyilənlərdən biri səhvdir. Müraciət olan şəxsi bildirir, doğrudur. İnsandan başqa canlılara, cansızlara aid xitablar bir qayə olaraq bədii ədəbiyyatda işlənir. Bu da doğrudur. Xitablar həm adlıq, həm də qeyri-müəyyən bildirən halları. Xeyr, xitab yalnız adlıq halda olur, digər halda ola bilməz. Xitablar sadə mürəkkəb olur, doğrudur. Xüsusi intonasiya ilə cümlə özlərindən ayrılır, doğrudur. Bu xüsusi intonasiya xitabı həm də mübtədadan fərqləndirir ki, mübtədanın xüsusi intonasiyası olmur. Sıra ayrıcılıq bildirən ara sözləri müəyyən edin. Bura cavab B olacaq. Birincisi doğrudan təsdiq bildirir. Deyilənə görə fikrin mənbəyini bildirir. Ehtimal güman şübhə bildirir. Heyf ki, təəssüf bildirir. Ara sözün işləndiyi cümlə. Güman gələn yerdən, bura güman özü isimdir. Yəqin etdim ki, yəqin edilmək mürəkkəb feildir. Hər dilinə gələn sözü deməli deyilsən. Demək burada feildir. Düzdür, riyaziyyatdan hə, bura düzdür artıq ara sözdür. Sənin dedilərin tamamilə doğrudur, doğrudur, bura sifətdir. Cümlə şəklində olan ara sözün işləndiyi cümləni müəyyənləşdirin. Baxın, bura görünür elə cümlə forması olan ara sözdür. Təbii iş görürsüz cümlə forması deyil. Peyğəmbərə itaat edən şəxs şübhəsiz söz formasındadır. Xülasə söz formasındadır. Sözün doğrusu söz birləşməsi formasındadır. Deyilənə görə hər evdən manat yığıb yaxınlıqdakı kəndin mollasına nəzir vermişlər. Deyilənə görə nə bildirəcək? Güman şübhə bildirəcək. Ona görə 8-ci cavabı da A. Elə yox. Güman şübhə yox. Deyilənə görə fikrin mənbəyini bildirməli idi. Məncə, səncə, bizcə, fikrimizcə, deyilənə görə belə bir şeylər. Ona görə 8-ci cavabı olmuş olacaq. Xitablara aid fikirlərdən biri yanlışdır. Sifətlə ifadə oluna bilməz deyir. Xitablara aid fikirlərdən biri doğrudur. Sifətlə ifadə olunmaz, səhvdir. İfadə oluna bilər. Məsələn, deyirəm ki, yaşlılar mənə qulaq alsın və ya da gənclər mənə qulaq alsın. Xəbərlə uzlaşma əlaqəsində olur, səhvdir, əlaqəyə girmir. Qurusu yalnız sadə olur, mürəkkəb də ola bilər. Cümlə özləri arasında məna əlaqəsi olur, doğrudur, məna cəhətdən əlaqələr, amma qrammatik cəhətdən əlaqələnmir. Feili birləşmə ifadə oluna bilmir, ifadə oluna bilər. Dərs oxuyanlar mənə qulaq alsın. Cümlənin birində ara sözü güman şübhə bildirmir. Olmaya, deyəsən, deyildiyinə görə. Burada deyildiyinə görə fikrin mənbəyini bildirir, ona görə cavab C-dir. Bəlkə görəsən də güman şübhə bildirəcək. 11. Ara sözlər haqqında fikirlərin biri səhvdir. Ara sözlər əsasən modal sözlər ifadə olunur. Söz birləşməsi bəzən cümlə şəklində olur. Daha çox cümlənin əvvəlində və ortasında, bəzi hallar cümlənin sonunda işlənir. Sonda işlənəndə ara sözdən sonra yalnız nöqtə xeyr. Cümlənin sonunda işlənəndə ara sözdən əvvəl vergül qoyursunuz. Ara sözdən sonra da sual cümləsi olsa sual qoyursunuz. Nida cümləsi olsa nida qoyursunuz. Nəqli və yaxud əmr olsa nöqtə qoyursunuz. Amma yalnız nöqtə artıq səhv ifadə. Ona görə cavab D-dir. Ara sözlərə xitablar kimi xüsusi intonasiya ilə deyilir və cümlə üzərindən vergül ayrılır, doğrudur. Mürəkkəb xitab işlənmiş cümlə müəyyənləşdirin. Ey dünya. Demişdik ki, çağırış nidası bu çağırış nidasına işlənən xitaba sadə deyəcəksiniz. Ey dünya görürsünüz, bu sadə sayılır. Azərbaycan əsgəri. Hə, artıq Azərbaycan əsgəri mürəkkəb xitab deyə bilərsiniz. Ağla şair, burada şairdir. Ay ağalar, burada ay çağırış nidasıdır. Səba, burada da bir sözü. Cümlənin birində mürəkkəb xitab işlənməmişdir. Şeyda bülbülüm. Səni gürlayan dəniz. Ey olsa da gürlayan dəniz var da. Niyə elə danışırsan ay bala? Burada ay çağırışındası deyə bu sadə sayılacaq.
Ey mənim həqiqi dostum, həqiqi dostum. Mənim həqiqi dostum. Azərbaycan əsgəri. Görürsən, hamısı mürəkkəbdir. Öldür Aşıqəli əsgəri, özün günahkar ol. Yaylaq nümunəsində işlənmişdir. Öldür Aşıqəli əsgəri. Nə et? Öldür. Kimi? Aşıqəli əsgəri. Özün günahkar ol, günahkar ol. Kim? Özün. Yaylaq da burada xitabdır, yaxşı. Ona görə 14-də ad deyəcəksən, bitəcək. Sonra. Bunların biri həm ara söz, həm də ismi xəbər ola bilir, lakin söz cümlə ola bilmir. Maraqlı suallardan biridir. Əlbəttə söz cümlə olur. Düzdür? Olur. Sonra görünür həm ara söz, həm də ismi xəbər. Bu ismi xəbər olmaz çünki feili xəbər olacaq. Görünür, görürsüz. Məncə ümumiyyətlə xəbər olmaz. Demə olsa feildə feili xəbər olacaq. Cavab D ola bilər burada. Niyə? Ara söz olaraq düzdür. İsmi xəbər də ola bilər də. Deyirəm sənin dediyin düzdür. Söz cümlə ola bilməz. Bəli, söz cümlə təsdiq inkar bəzi modal sözlərlə ifadə olunacaq. Ona görə bu söz cümlə ola bilməz. Yəni olsa, düzdür olsa, xəbər olacaq artıq. Başa düşürsünüz necə? Ona görə söz cümlə olmayacaq. 15-in cavabı dedi. Bu söz cümlələri falan keçmirəm. İbtidalara keçmirəm. Bunları düşmür ibtidalara. Cümlədə xitabın ifadə vasitəsi mənədir. Niyə sakitsiniz? Ey mənim lütüryan vətən qardaşlarım. Görürsünüz eyni idasını. Lütüryan vətən qardaşlarım. Niyə sakitsiniz? Ey mənim lütüryan vətən qardaşlarım. Mənim qardaşlarım da mənim qardaşlarım ismi birləşmədir. Ona görə 16-cı cavabı A olacaq. Amma çox yaxşı olardı ki, çağırış idasına işləmiş ismi birləşmə dəyərdi. Bu tipli şərtdə bunun əvvəlində çağırış idası və ismi birləşmə yası o da düz olacaq. Hansı cümlədə mürəkkəb xitab işlənməmişdir? Yaşa ey qəhrəman. Görürsən, bura eyni idadır deyə bir dənə söz var. Bu mürəkkəb deyil. 17-ci cavabı A'dır. Qoca dünya, mehriban ana, azad gün. Xitab ara sözlər üçün ortaq olmayan əlaməti müəyyənləşdirin. Xitab ara sözlər üçün ortaq olmayan cəhətdir, soruşur bizdən. Hər ikisi söz və sözləşməsi ifadə oluna bilər, bəli. Hər ikisi bir qayda olaraq müraciət olana bilir. Müraciət olan xitab bildirir. Ara söz danışanın ifadə etdiyi fikrə münasibət bildirir. Ortaq deyil. Cümlənin əvvəlində, ortasında, sonunda işlənərək yazıda başqa sözlərlə vergül ayrılır. Qrammatik cəhətdən cümlə üzərində bağlı olmur. Cümlə üzərində sintaktik ilaqaya girmir. Doğrulardır. Cümlənin birində həm sadə xitab, həm də cümlə şəklində olan ara söz işlənmişdir. Sadə xitab, cümlə şəklində olan ara söz. Ulu dağlar. Sadə xitab deyil, ulu dağlar mürəkkəbdir artıq. Əziz dost mürəkkəbdir artıq. Sadə xitab həm də cümlə şəklində olan ara söz. Aynur sadə xitabdır. Həqiqətən amma cümlə şəklində olan ara söz deyil. Dağlar sadə xitabdır. Axır ki görüşdük. Axır ki cümlə forması olan ara söz deyil. Oğlum sadə xitabdır, amma görünür cümlə şəklində olan ara söz. Ona görə cavab variantdır. Ara söz işlənmiş cümlə hansıdır? Düzü bu işdən mənim gözüm su içmir. Durğu işarələr buraxılmışdı deyirsə, bura düzü, bu işdən gözüm su içmir. Bura cavab variantıdır. Sözün düzü burada söz isimdir, düz sifətdir. Bir yerdə birləşmə yaradıb. İsmi birləşmədir. Görürsünüz, ara söz deyil. Elə hər işin düzdür. Burada sifətli xəbər olub. Düz danışan, burada da düz sifətli, zərfli daha doğrusu. Düzünü yenə burada da sifətli isimləşib. 21. Hansı cümlədə ara söz işlənmişdir? Axırda da papağını yan qoyur ki, xudahafiz. Yeri gəlmişkən, burada xudahafiz ara söz deyil də, düzdür. Ona görə burada heç ara söz yoxdur. Yeri gəlmişkən, mənim atam 2-ci Dünya müharibəsinin iştirakçısı kimi çox tanınmış adam idi. Burada da ara söz yoxdur. Tezlə bu kələk bütün kəndə yayılmır. Burada da bir şey yoxdur. Mən həqiqətin nədə olduğunu aydınlaşdıra bilməsəm də, babamın bu adamı döydürməsi mənə pis təsir edir. Burada da yoxdur. Bütün bu təqiblərə baxmayaraq, səhənd xalqımızın milli varlığı uğrunda mübarizə aparan ziyalılarının ön sıralarında olmuşdur. Burada da yoxdur. Biz neysə diqqətdən qaçırdıq mı? Yeri gəlmişkən. Necə bu yeri gəlmişkən mənim diqqətimdən qaçıb? Bu cümləyə tərəddüd edim. B variantı olacaq. Burada yeri gəlmişkən ara sözdür. Nümunədə xitablarla bağlı səhvi müəyyənləşdirin. Bunu üstə 50 dəfə gəlib gəldim. Xitablarla bağlı səhvi müəyyənləşdirin. Ay, ah, mehriban ana. Burada mehriban ana xitabdır, ah nidadır. Əziz ana xitabdır. O gündən bəridir həsrətəm sənə. Bizə nəyi soruşur? Səhvi bizdən soruşur.
Nümunədə 2 xitab var. Bəli, Mehribana, Əzzana. Nidalarla yanaşı işlənib. Burada görürsünüz, ah nidalar var. İsim birləşmələri ifadə olunub. Mehribana, Əzzana. Xitablar qrammatik cəhətdən cümlə üzrə bağlı deyil. Doğru. Sadə xitabların sadə deyil, axı ikisi də mürəkkəbdir. Ana, Mehribana, Əziz. Ana. Hansı cümlə qrammatik cəhətdən cümlə üzrə bağlı olmayan 2 söz işləmişdir? Ey mənim həqiqi dostum. De görüm onun fikri nədir? Bura xitab var. De görüm onun fikri nədir, amma ara söz yoxdur. Onca bunu çıxaq. Məncə ara sözdür, amma xitab yoxdur. Nə çoxdur oylağın sənin, aranın yaylağın sənin. Burada heç bir şey yoxdur. Bilirəm Bəxtiyar səni incidən onun o yazığın fəlakəti. Bura bilirəm feildir, buna işiniz yoxdur. Bir dənə Bəxtiyar xitabdır. Nəhayət ara sözdür. Sən bütün arzulara nail olmusan. Qızım da xitabdır. Onca cavab edi. Nəhayət gənc qız yalançı dilənçiyə müraciət etdi cümləsi. Ara sözün müəyyəncə növünü müəyyənləşdirin. Nəhayət elə bil ki, nəhayət bu fikrim mənbə nədir? Nəticə yönləşdirmə bildirən və yaxud da nitqin hissələri arasında əlaqə yaradan ara söz olacaq. Ona görə bunun cavabı variantı görürsünüz. Nəticə və nitqin hissələri arasında əlaqə yaradan bilən. Aha. 25. 24'e baxdıq, 25. Hansı cümlədə ara söz işlənməmişdir? Nə qədər güman, nə qədər bəlkə çevrilib dünyada olub həqiqət. Burada gümanla bəlkə artıq isim kimi işlənibdir. 24-25-in cavabı A olur. Bəlkə burada görürsünüz modal sözdür. Bəlkə düzü burada modal sözdür. Sən demə modal sözdür, görünür modal sözdür. Qrammatik cəhətdən cümlə üzərində bağlı olmayan sözləri müəyyənləşdirin. Ara sözünün xitab. Yaxşı. Nümunədə işlənmişdir. Bilirsən, vidadi. Vidadi xitabdır. Sözün doğrusu da ara sözdür. Ara söz xitab. 27 olsun 1-2. Qrammatik cəhətdən cümlə üzərində bağlı olmayan sözlər işlənmiş cümlə. Dağıstan əhliyəm, ləzgiyəm, qardaş. Qardaş xitabdır, biri götür. Bakıya gələli bu nöqsanımı qismən düzəltmişəm. Burada bir şey yoxdur. Mənsur həyat ilə ölüm arası cavab gözləyir. Burada bir şey yoxdur. Fəhlələr də deyəsən burada ara sözdür. Açıq yaşamışdır bizim nələr. Kəfəndir abalam. Abalamda xitabdır cavab 1, 4, 5 olsun. Ara sözlərin məna növləri. Deyilənə görə fikrimizdə fikri mənbəyin bildirir. Xülasə əvvəla, xülasə birisi nə bildirir? Xülasə nəticə ümumiləşdirmə bildirir. Onca bunu heç birinə yazmırsınız. Ehtimal ki, ola bilsin ki, güman şübhə bildirir. C-ni yaz bura. Düzü doğrusu düzdür, doğrudur, təsdiq bildirir. Deyəsən, gərək ki, bu nə bildirəcək? Deyəsəndən gərək ki. Güman şübhə bildirəcək. E-ni də yazın bura. Bir sərgəli yazaq görək bunu. 1 CE, 2 A, 3 də D. Növbəti suala baxaq. Xitab, ara söz, cümlə. Sadə və mürəkkəb olur. Xitab, ara söz, cümlə özlərinin əlavəsi. Uyğunluğu bizdən soruşur. Deməli, bu sadə mürəkkəb olur. Xitab ola bilər də sadə mürəkkəb, düzdür. Yazın bura. Söz, söz birləşməsi cümlə şəklində ifadə olunur. Söz, söz birləşməsi və cümlə şəklində olur. Ara sözdə söz, söz birləşməsi cümlə ola bilər, düzdür. Ona görə B-ni yazaq 2-yə. Müraciət bildirir xitab. Aidiyalıq üzrən əsasən tre ilə ayrılır əlavə. Cümlənin təsir gücünü artırır heç biri. 1 A-cı, 2 bu 3-dür. Burada əlavəni keçməmisiz deyə biraz sizə qaranlıq qala bilər. Ara sözləri müəyyən növlərə görə qruplaşdırın. Nəticə yönləşdirmə bildirənlər. Sözün doğrusu mənə o qədər də xoş deyil. Sözün doğrusu bu sözün doğrusu deyil də. Görürsünüz, sözün ayrıdır, doğrusu ayrıdır. Doğrusu təsdiq bildirir. Təsdiq də yoxdur, ancaq sən bilən bu işdən axırı, bu sən bilən fikrin mənbəyin bildirəcək deyə B-ni yazaq 2. Arif nəinki ona bel bağladı, əksinə onu daha çox təqib etməyə başladı. Arif nəinki ona bel bağladı, əksinə onu daha çox təqib etməyə başladı. Burada əksinə sözünü götürə bilərsiniz. Nəticə yönləşdirəmizdən önce yazaqsız C-yə. Burada bir sözdən götürərsiniz, bunu da yazacaqsınız bura. Güman ki, bu da heç birinə aid deyil. 1 C-dır, 2 bu olmuş olacaq. Bu qədər müəllimlər, yoldaşlar, sağ olun, sağlıqla qalın.